Keçidin yaxınlığında maşının yoluna çıxan piyada öldü. Paytaxtın Nizami rayonu Heydər Əliyev prospekti ASK Arenanın qarşısında piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, iki piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib. Qəza səbəbindən metronun Karoğlu stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib. Kürdəmirdə ağır qəza baş verib. Kanal 10 TV Azərbaycan bizim mediaya əsasən xəbər verir ki, hadisə Ağsu, Kürdəmir, İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı traktor və VAZ 2107 markalı avtomaşınlar toqquşub. Nəticədə VAZ-ın sürücüsü Şamaxı sakini 39 yaşlı Qəniyev Kamal Babaxan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata alınıb. Hazırda həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.